Qacar və Rus savaşından, ondan sonra da gəlirik yetişirik məşrutə inqilabına. Ondan sonra çoxlu iqtisadi və siyasi cərəyanlar olubdu. Niyə bunların hamısında Təbriz cərəyansazdır və başdır? Biz deyəndə məsələn nizam-ı cədid, ərteş-i cədid, ərteş-i modern İranda nə vaxtdan şey tapıb, nə vaxtdan cürrənib. Bir tədad deyirlər ki, Rızaxan gəldi, bu işi gördü və ərteş cürrədi. Dərhal ki, əslən bu cürrələr əvvəlin nizam-ı cədidi İranda Abbas Mirzə rəhmətli payəguzarlıq edib. Həmin bu şəhəri Təbriz düşüb. Niyə ittifaq düşüb? Amma çox mühümdür. Yəni siz Moğol dövründən ta indiyə qədər oturasınız, tarixi bir-bir vərəqləyəsiniz səfə bir səfə. Heç bunə hərəkət İranda görə bilməzsiniz, heç bunə ittifaq İranda görə bilməzsiniz, degərguni İranda görə bilməzsiniz, dəyişiklik İranda görə bilməzsiniz ki, Təbrizin ayağında olması. Moğolların olması hünəri İranda diriltdi. Oldu məktəb əvvəli Təbriz. Sonra bu məktəb əvvəli Təbriz gəlir, gedir, hara gedir, gedir Teymuri dövründə Hərata. Həratdan sonra yenə Səfəvi dövründə gedir, olur məktəbi dovvum Təbriz. Və sonra Təbrizdən gəlir Qəzvin, İsfahan, Şiraz, o buzur məsələlər. Təbriz adlı şəhərdir. Təbriz məktəblər şəhəridir, Təbriz cərəyansaz şəhəridir. Böyük ittifaqlarda həmişə Təbrizin nəqşi olub və Təbrizin nəqşi hələ də var, idaməsi var.